Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Musa Kazım əleyhissalam belə buyurmuşdur. Dünya içdikcə susuzluğu artıran və sonunda insanı öldürən dəniz suyuna bənzəyir. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə şəriət dərsləri davam edir. Bilirsiniz ki, mübarək Rəcəb ayındayıq. Bu ay həm məğfirət və bağışlanma ayıdır, həm də pak və məsum imamların bir neçəsi bu ayda doğulubdur. Biz də qarşıdan gələn İmam Əli əleyhissalamın mövlud günü münasibəti ilə hər birinizi təbrik edirik. Keçirik dərsimizə. Bugünkü dərs qiblənin hökmləridir. Əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evi dünyanın bütün müsəlmanlarının qibləsi sayılır və kim harda olmağından asılı olmayaraq namazı qıldığı vaxt gərək üzü qibləyə dayansın. Kəbədən uzaqda yaşayan şəxslər isə namaz qıldığı zaman xaricdən üzü qibləyə dayanıb qılır deyiləcək tərzdə dursa kifayət eləyər. Vacib namazı ayaq üstə qılan kəsin üzü, sinəsi və qarını, həmçinin də ehtiyata əsasən barmaqlarının ucu üzü qibləyə olmalıdır. Oturan halda namaz qılan kəsdə eyni şəkildə üz, sinə və qarını üzü qibləyə olmalıdır. Namazı oturaq halda belə qıla bilməyən şəxs sağ böyrü üstə elə uzanmalıdır ki, üzü qibləyə olsun və namazını o halda qılmalıdır. Yox, əgər sağ böyrü üzərində uzanması belə mümkün deyilsə, o kəs sol böyrü üzərində elə uzanmalıdır ki, üzü qibləyə olsun. Yox, əgər sol böyrü üzərində belə dayana bilmirsə, o insan arxası üstə elə uzanmalıdır ki, ayaqlarının altı qibləyə səmit olsun. Ehtiyat namazında həmçinin yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirən zaman qiblə şərtdir və həmçinin alimlər ehtiyata əsasən buyurublar ki, səcdə-i səhvi etdiyimiz zamanda gərək üzü qibləyə olaq. Müstəhəb namazları yol gedərkən və yaxud da ki, hansısa bir minik vasitəsində gedərkən qılmaq olar və bu zaman qiblə şərt sayılmır. Namaz qılmaq istəyən kəs qiblənin hansı istiqamətdə olduğuna əmin olana qədər axtarmalıdır və ya iki ədalətli şəxsin deməyi ilə də qibləni tapa bilər. Yox, əgər bu vasitələrin heç biri yoxdursa, o zaman müsəlmanların qəbrinin istiqaməti, məscidlərin qibləgahı və yaxud da alimlərin buyruğuna əsasən doğru işləyən kompaslar da qiblənin tapılması üçün kifayət eləyir. Qiblənin hansı istiqamətə olduğuna gümanı olan şəxs əgər daha güclü bir güman tapsa, o zaman əvvəlkinə əməl edə bilməz. Məsələn, insan bir evə qonaq gedibdir və ev yiyəsindən qibləni soruşur. Ev yiyəsi qiblənin bu şəkildə olduğunu söyləyir. Lakin o kəs əgər əlində olan düzgün işləyən kompas vasitəsilə qibləni daha dəqiq tapsa, o zaman ev yiyəsinin dediyinə əməl etməməlidir və özünün əmin olduğu və yəqin olduğu həmin o istiqamətə tərəf yönəlməlidir. Əgər insan qibləni tapmağa heç bir vasitəsi olmasa və heç bir gümana belə gələ bilməsə, o zaman o kəs hər hansısa bir istiqamətə namazını qıla bilər. Şəriətə əsasən o insan vaxtın geniş olduğu təqdirdə namazını 4 səmitə qılsın. İki istiqamətdən birinin qiblə olduğuna yəqini və yaxud gümanı olan kəs gərək hər iki tərəfə də namaz qılsın. Bəyənilən əməldir ki, zöhr və əsr namazını qılan kəs əgər qibləni tapa bilmirsə, o zaman zöhrü qıldıqdan sonra əsrə başlamamış zöhrü 4 istiqamətə qılsın, ondan sonra əsr namazını da o şəkildə. Təbii ki, bu məsələ vaxtın geniş olduğu zamana aiddir. Həmçinin heyvanların da başını qibləyə tərəf kəsmək vacibdir. Lakin həmin şəxs
qiblənin hansı istiqamətdə olduğuna heç bir yəqin tapa bilməsə, o zaman gümanına əməl etməlidir. Yox, əgər gümanı ilə belə bir yerə yetişə bilmirsə və heyvanın başını kəsmək zəruridirsə, hansı istiqamətə kəssə doğrudur. Qibləyə aid hökmləri nəzərinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.